2008-ci il rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayan hədəf kursları qısa bir zamanda Azərbaycanın özəl təhsil sektorunda böyük uğura imza ataraq yüzlərlə abituriyentin məqsədinə çatmasında çətin bir missiyanı öz üzərinə götürüb. Artıq 8 ildir fəaliyyət göstərən hədəf kursları ötən dövr ərzində milli təhsil brendi kimi özünü təsdiqlədi və xeyli nailiyyətlərə imza atdı. Yarandığı gündən daima müasir təhsilin tələblərini özü üçün vacib edən hədəf kursları sadəcə bir hazırlıq kursu kimi yox, həm də bir təhsil mərkəzi kimi fəaliyyət göstərdi. Tələbə qəbulu üzrə Dövlət Komissiyası proqramlarını və universitetlərə qəbulun tələblərini dərindən bilən, eyni zamanda son illər kurikulum layihəsinin qiymətləndirilməsini hazırlayan, milli məsləhətçilərin də təmsil olunduğu təcrübəli müəllimləri ətrafında birləşdirən hədəf kursları gələcəkdə bu tədris müəssisəsinin doğru və effektli iş prinsipləri ilə irəliləməsinə güclü təkan oldu. Gənc və dinamik bir komanda ilə yola çıxan hədəf kursları 3 il ərzində öz şagirdlərinə əlavə olaraq kursda çalışan müəllimlərin hazırladığı xüsusi vəsaitlərlə dərs keçməyə başladı. Təkcə abituriyent, magistr və digər istiqamətlər üzrə hazırlıqla yanaşı bir çox sosial əhəmiyyət kəsb edən layihələri həyata keçirən hədəf kursları ötən illər ərzində gənc nəslin maariflənməsində əhəmiyyətli işlər görüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin mütaliə marağının artırılması ilə bağlı atdığı addımlara dəstək olmaq məqsədi ilə ötən il hədəf kursları 25 aprel oxu gününü keçirdi. Minlərlə şagird bir məkanda kitab oxudu, kitablarını bir-birinə hədiyyə edib bir kitab bayramı yaşadı. Hədəf kursları 7 ildir ki, müəllimləri 2 mərhələdən ibarət müsabiqə yolu ilə qəbul edir. Son 3 ildir ki, hədəf kurslarının müəllim qəbulu imtahanında iştirak edib kursda işləmək istəyən müəllimlərin sayı 1000 nəfəri keçir. Müsabiqədən keçən müəllimlər avqust ayında pedaqoji seminarlara cəlb olunur. Təlimlərdə təkcə kursçuluq təcrübələri deyil, müasir təhsilin tələbləri, metodologiya və psixoloji təlimlər keçirilir. Bugün hədəf kursları Azərbaycanda yeganə kursdur ki, hazırlığın bütün istiqamətlərində proqram və vəsaitlərlə tam təmin olunur. İstər məktəbəqədər hazırlıqda, istər abituriyent hazırlığında, istər magistr hazırlığında, istərsə də orta ixtisas məktəblərinə hazırlıqda hədəf kursları öz şagirdlərini kitablarla təmin edir. Fəaliyyətə başladığı dövrdən bu günə qədər qəbul nəticəsini nəzərdən keçirməklə hədəf kurslarının təhsildəki uğurlarını görmək mümkündür. Mən Ağazadə Vüsal, hədəf kurslarında hazırlaşaraq 678 bal toplamışam və hal-hazırda Dövlət İdarəçilik Akademiyasında oxuyuram. Mən Tağıyeva Nuranə hədəf kurslarında təhsil aldım və qəbul imtahanında 685 balla ADA Universitetinə qəbul oldum. Mən Əliyev Rəşid, 672 balla Bakı Ali Məktəbinin Neft-Qaz Mühəndisliyi ixtisasına daxil olmuşam. Mən Nahid Mehdiyev, hədəf kurslarında təhsil aldım, 645 balla Qafqaz Universitetinə daxil oldum. Mən Aytan Hüseynli, hədəf kurslarında hazırlaşaraq 670 bal toplayıb ADA Universitetinin Dövlət və İctimai Münasibətlər Fakültəsinə daxil oldum. Mən Sevinç Məmmədli, hədəf kurslarında təhsil alaraq 643 bal topladım. Mən Sadıqlı Ləman, hədəf kursları sayəsində qəbul imtahanında 687 bal toplayaraq Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisasına daxil olmuşam. Mən İlhamə Qasımzadə, hədəf kurslarında təhsil alaraq 664 bal toplamışam. Böyük hədəfi olan abituriyentlərə hədəfi seçməyi tövsiyə edirəm. Əməyin, fədakarlığın və məsuliyyətin nəticəsidir ki, ötən il hədəf kurslarında abituriyentlərin qəbul göstəricisi 86%, magistrlərin isə 98% olub.